mövzularımızdan biri olan kompüterin texniki təminat mövzusunu, yəni hardware bölməsini başa salacağam. Gəlin əvvəlcə Neyman arxitekturalı kompüterin məntiqi strukturuna baxaq. Yəni məntiqi struktur dedikdə biz iki hissəyə nəzərdə tutulur. Yəni məntiqi strukturumuz iki hissədən ibarətdir. Bir mərkəzi hissəmiz, bir də periferi hissəmiz. Mərkəzi hissəmizdə mikroprosesor, bir də daxili yaddaş qurğularımız aiddir. Periferi hissəmizdə isə xarici yaddaş qurğularımız, idarə pultumuz, daxil etmə, xaric etmə qurğularımız. Sistem interfeysi gəlin görək nədir? Sistem interfeysi mərkəzi hissə ilə periferi hissəni əlaqələndirən interfeys bizdə nə olur? Sistem interfeysi olur. Ümumiyyətlə siz yəni kompüterin qabalit ölçülərinə və məhsuldarlığına görə 5 böyük sinifə bölündüyünü nə etməlisiniz, bilməlisiniz. Bunlar birincisi çox böyük kompüterlərimiz, böyük kompüterlərimiz elə ilk yaranan kompüterlərimizdir. Orta kompüterlərimiz, kiçik və yaxud mini kompüterlərimiz, bir də var mikro kompüterlər. Mikro kompüterlər isə artıq gündəlik həyatda istifadə etdiyimiz bizim kompüterimizin növlərindən biridir. Sonra keçirik gəlin növbəti hissəmiz. Ümumiyyətlə fərdi kompüterin əsas 3 dənə tərkib hissəsi var. Diqqətli olsanız burada qeyd etmişəm. Sistem blokumuz, monitorumuz, klaviaturamız. Sistem bloku nədir? Sistem bloku kompüterin işləməsi üçün vacib olan qurğuları özündə saxlayan lazım olan qurğuları özündə saxlayan bir blokdur. Baxın şəklində də əlavə etmişəm ki, vizual olaraq da daha yaxşı yadınızda qalsın. Sistem blokunun daxilində yerləşən qurğularımız var, bir də xaricində yerləşən qurğularımız var. Daxilində yerləşən qurğularımız qida blokumuzdur, anakartlı, disk sürücüləri, sərt diskli. Qida bloku ümumiyyətlə kompüterin qurğularını enerji ilə təmin edən bir qurğumuzdur. Və gəlin anakarta baxaq. Anakart nədir? Ümumiyyətlə anakart baxın kompüterin qurğularını öz üzərində saxlayan və onlar arasında nə edən mübadilə aparan, yəni mübadiləyə imkan verən bir qurğumuzdur. Anakartın üzərində 14 dənə vacib qurğumuz yerləşir və 14 dənə qurğuları buraya yerləşdirmişəm ki, daha yaxşı nə edəsiniz, mənimsəyəsiniz. Anakarta biz başqa cür motherboard, anaplata, sistem kartı, sistem lövhəsi və yaxud ana lövhə də deyirik. Yəni testlərdə bəzən anakart kimi qarşınıza çıxmaya bilər. Sistem kartı kimi çıxa bilər, ana lövhə və yaxud sistem lövhəsi kimi çıxa bilər. Sonra gəlin baxaq disk sürücülərimizə. Disk sürücülərimiz CD-lər və DVD-lərdir. Növbəti slaytlarda bunun haqqında geniş məlumat verəcəm sizə. Sərt disk nədir? Sərt disk xarici yaddaş qurğularımızdan biridir və informasiyanı uzun müddət yadda saxlamaq üçün istifadə olunan bir xarici yaddaş qurğularımızdan biridir. Ümumiyyətlə sərt diskə biz hard disk, HDD, Winchester və yaxud sərt maqnit diski də nə edə bilərik, deyə bilərik. Yəni bayaq da dediyim kimi, anakartda dediyim kimi, bəzən testlərdə sərt disk kimi çıxmaz qarşınıza HDD və yaxud Winchester, yəni çox vaxt bu sözlər qarşınıza nə edə bilər, çıxa bilər. Sonra xaricində olan qurğularımız power düyməmiz, yanıb söndürmək üçündür, reset düyməmiz yenidən başlatmaq üçün indikatorlar, yanıb sönən işıqlarımızda, bizə xəbərdarlıq verən işıqlarımızda, disk qurğularımızda biz floppy diski, maqnit disklər və sair kimi misal göstərə bilərik. Portlar nədir? Portlar xarici qurğular, yəni printer, skanner kimi qurğuları kompüterə qoşmaq üçün bizə lazım olan yuvalar və yaxud oyuqlardır. Sonra gəlin keçək demək növbəti slaydımıza. Mikroprosesorlar registri çox vaxt tələbə qarışdırır. Ən qısa variantı deyəcəm sizə. Beləliklə yadda daha yaxşı yadda saxlayacaqsınız, yadınızdan çıxmayacaq. Ümumiyyətlə mikroprosesor bizdə informasiyanı ikili kod şəklində emal edən qurğudur. Yəni əsas sözlərimiz burada bizdə nədir? Qurğudur. Registr nədir? Registrdə də eyni tərkib deyəcəksiniz. Sadəcə burada sonunda yaddaş deyəcəksiniz. Yəni yaddaş varsa testlərdə registr olacaq. Qurğu varsa nə olacaq? Mikroprosesor olacaq. Ümumiyyətlə bizdə SOP prosesorumuz var, riyazi SOP prosesor. Bu da mürəkkəb ədədlərin belə deyək də nə üçündür? Emal edilməsi üçündür və bu da ana plata üzərində yerləşəndir. Sonra ümumiyyətlə siz texniki təminat mövzusunu öyrənirsinizsə, həmin qurğuların nəyini də parametrlərini, xarakteristiklarını nə etməlisiniz, bilməlisiniz. Gəlin baxaq CPU-nun, yəni mikroprosesorun nəyinə parametrlərini. Ümumiyyətlə 5 dənə bizdə parametr var. Tak tezliyimiz 1 saniyədə yerinə yetirilən əməliyyatların sayıdır. Bəzən testlərdə sizi çaşdıra bilərlər vahid zaman sözü ilə. Yəni vahid zaman başqa bir xarakteristikaya aiddir. 1 saniyədə yerinə yetirilən əməliyyatların sayı olur bizdə tak tezliyi. CPU-nun, yəni mikroprosesorun sürəti tak tezliyi ilə ölçülür. Prosesorun mərtəbəsi nədir? Bu da yenə də 1 saniyə sözü var. 1 saniyədə emal edilən sadəcə burada informasiya bitlərinin sayıdır. Əmrlər toplusu, yerinə yetirilən əmrlər toplusudur prosesorun. İsti gərginlik verilən bir gərginlikdir. Daxili keş yaddaşın tutumu isə keş yaddaşın sürətinin prosesorun təsirini təmin edən bir parametrlərimizdən biridir. RAM nədir? RAM bizim daxili yaddaş qurğularımızdan biridir. Biz RAM-a başqa cür əməli yaddaş, müvəqqəti və yaxud operativ yaddaş deyirik. Niyə müvəqqəti yaddaş deyirik? Onun üçün müvəqqəti yaddaş deyirik ki, bizim kompüterimiz açıq olan zaman RAM da aktiv olur. Yəni RAM-da olan proqramlar da aktiv olur. Biz kompüterimizi söndürən zaman RAM-da olan proqramlar da nə edir? Öz işini dayandırır. Sonra keçdik keş yaddaş. Keş yaddaş nədir? Əməli yaddaşın müraciəti sürətləndirən bir daxili, yenə də daxili yaddaş qurğularımızdan biridir. ROM, yenə də ROM-un digər adları daimi və yaxud sabit yaddaş. Bu yenə də bizdə daxili yaddaş qurğularımızdan biridir və enerjidən asılı deyil. Baxın, RAM enerjidən asılıdır. Yəni belə niyə ona müvəqqəti deyirik? Yəni kompüterimiz sönən zaman o da öz işini dayandırır. Amma ROM enerjidən asılı deyil. ROM-un daxilində ümumiyyətlə BIOS və post var. BIOS əsas giriş-çıxış bazı sistemidir. Bot nədir bəs? Ümumiyyətlə bot funksiyası bizdə əməliyyat sisteminin xarici yaddaş qurğusu olan sərt diskimizdən götürüb əməli yaddaş da bayaq nə dedik? RAM dedik. Sonra keçdik demək növbəti hissəmiz post nədir? Post isə bayaq biz anakart üzərində 14 dənə qurğu dedik. 14 dənə qurğu anakart üzərində yerləşir və həmin qurğuları yoxlayan bizdə nə olur? Post funksiyamız olur. Sonra gəlin keçək növbəti SMOS nədir? SMOS saat tarixi BIOS konfigurasiyalarını yadda saxlayan yenə də daxili yaddaş qurğumuzdur. SMOS BIOS-dan fərqli olaraq, yəni BIOS onsuz proqramdır. Yəni BIOS bir qurğu deyil, BIOS bir proqramdır. Yəni yaddaş da deyil BIOS, yəni yadınızda saxlayın. SMOS yaddaşdır, daxili yaddaşdır. SMOS isə enerjidən asılıdır. Yəni niyə enerjidən asılıdır? Çünki onun xüsusi bateriyası var. Yəni həmin bateriya bitən zaman o nə edəcək? Öz işini dayandıracaq. Yəni ümumiyyətlə SMOS vasitəsilə biz kompüterimizdə hər zaman tapşırıqlar panelinin üzərində tarix görürük, zaman görürük, saatımızı görürük. Əgər SMOS-un bateriyası bitsə, həmin o tarix və zaman kompüter istehsal olunan vaxtı nə edəcək? Göstərəcək. Slotlar nədir? Slotlar bizdə əlavə plataları anakarta qoşmaq üçün istifadə olunan bir yenə də qurğumuzdur. Slotlar ATA, SATA, IDE, SAIC, HD ilə işləyən, sərt disklə işləyən bizdə slotlarımızdır. DDR slotu RAM-la işləyən bir slotdur. Bir də PCI, bir də AGP slotlarımız da var. Şinlər nədir? Şinlər informasiya axınının mübadiləsini təmin edən yenə də qurğumuzdur. Chipsetlə kontrollerin fərqi ondadır ki, kontroller xarici qurğuların işini idarə edir. Chipset isə daxili qurğuların işini idarə edir və ikisində də elektron sxem, mikrosxem, elektron çip, mikroçip sözləri nədir? Lazımlı sözlərimizdir. Sonra portlar nədir? Portlar bizdə yenə də bayaq dedim, portlar harda yerləşir? Sistem blokunun demək xaricində yerləşən bir necə deyirlər, yuvadır. Nə üçün yuvadır? Kompüterə qoşmaq üçün nəyi? Xarici qurğular. Xarici qurğular deyəndə nə nəzərdə tutulur? Printer, skanner kimi, plotter kimi digər qurğularımızı nə edirik? Nəzərdə tutulur. Ümumiyyətlə bizdə bu qeyd etdiyim portlar demək sizin üçün nədir? Vacibdir. LPT portumuz bu, paralel portumuzdur. Printer, fax, skanner kimi qurğuları kompüterə qoşmaq üçündür. COM nədir? COM ardıcıl portumuzdur. Mouse və modemi qoşmaq üçündür. USB, USB sizə tanış əsasən rəqəmsal, daha doğrusu biz bu qurğu vasitəsilə, qurğu yox, daha doğrusu port vasitəsilə 127 qurğunu kompüterə nə edə bilərik? Qoşa bilərik və ardıcıl portdur. Mütləq şəkildə diqqət yetirin. Freeware buradakı rəqəmsal kameralar qoşa
qoşmaq üçün istifadə olunur. Sonra PC2 yaşıl rəngdə olan mouse, bənövşəyi rəngdə isə klaviaturada kompüterə qoşmaq üçün istifadə olunandır. 6-cı VGA, desktop, DVI və HDMI portlarımız isə monitor və proyektor kimi qurğuları kompüterə qoşmaq üçün istifadə olunan nədir? Portlarımızdır. Əsas diqqət nəyə yetirəcəksiniz? HDMI-də həm görüntü, həm də səs siqnalları ötürülür. DVI və VGA-da isə yalnız görüntü ötürülür, yəni səs ötürülmür. Bir də VGA bizdə nədir? Paralel portumuzdur. Sonra gəlin keçək növbəti hissəmiz. Növbəti hissəmiz fərdi kompüterlərin növləri. Baxın, burada olan növlərdir. Stol üstüdür, mini kompüterlər, planşetlər, notebooklar, subnotebooklar, palmitovlar, bir də kommunikator və smartfonlar. Kompüterin xarakteristikaları qəbula düşmüş suallardır. Mən bayaq da dedim ki, sizə, yəni dərsin əvvəlində də dedim ki, əgər texniki təminat öyrənirsinizsə, siz xarakteristikaları mütləq şəkildə nə etməlisiniz, bilməlisiniz. Qəbula necə düşmüşdür bu sual? Təriflər verilmişdi. Daha doğrusu adlar verilmişdir. Aşağı hissədə variantlarda təriflər verilmişdir. Yəni yoğunlaşdırma kimi bir sualımız idi. İşləmə sürəti vahid zamanda yerinə yetirə bilən əməl ekran sayıdır. Və yaxud taktikdə nə dedik? Dedik ki, 1 saniyədə yerinə yetirilən bir deyil, əməl ekran sayı. Bu vahid zaman dediyi üçün, yəni vahid zaman burada bizim açar sözümüzdür. İşləmə sürətinin açar sözüdür. Məhsuldarlıq vahid zamanda kompüterin emal edilə biləcək məsələlərin orta sayıdır. Yaddaşın tutumu, yaddaşda saxlanıla biləcək informasiyanın maksimum həddini bildirəndir. Yəni burada maksimum hədd bizim açar sözümüzdür. Yaddaşın tutumu baytarla ölçülür. Hesablama dəqiqliyi nədir? Ədədlərin, mərtəbələrin sayı açar sözümüzdür. Əmrlər toplusu, baxın, əmrlər sistemi, daha doğrusu əmrlər toplusu mikroprosesora aid bir xarakteristikadır, yəni parametrdir. Əmrlər sistemi isə hara aiddir? Kompüterin əsas xarakteristikasına aid, yəni tərif olaraq eynidir. Sadəcə sizi çaşdıra bilərlər. Əmrlər toplusu mikroprosesora aiddir, əmrlər sistemi isə xarakteristikamıza aiddir. Kompüterin qiyməti adından da göründüyü kimi qiymət nədən asılı ola bilər? İşləmə sürətindən, yaddaşın tutumundan, RAM-dan, ROM-dan asılı olaraq dəyişə bilər. İş etibarlılıq nədir? Baxın, bu tərif olduğu kimi qəbula düşmüşdür. Müəyyən şərtlər və müəyyən vaxt ərzində kompüterin öz xassələrini yadda saxlamaq qabiliyyəti bizdə olur. Nə? Kompüterin iş etibarlılığı. Gəlin baxaq yaddaş qruplarımıza. Yaddaş qruplarımız daxili və xarici olaraq iki hissəyə bölünür. Ümumiyyətlə siz yaddaşın iyerarxiyası və yaxud qaçvari yaddaşı deyə bilərik. Yəni nəyi bilməlisiniz? Ən sürətli daxili yaddaş qruplarımız registrdir. Registrdən sonra keçdi, sürətli olan keçdən sonra RAM-dır. RAM da bildikdə və əvvəlki slaytlarda öyrəndik. RAM nə idi? Əməli yaddaşımız, müvəqqəti operativ yaddaşımız. RAM-dan sonra sürətli olan isə bizdə ROM-dur. ROM isə həcmi ən böyük olan daxili yaddaş qrupumuzdur və ROM-dan sonra ən böyük RAM-dır. RAM-dan sonra keçdi. Registr isə ən kiçik yaddaşa malik, amma ən sürətli nədir? Bizim daxili yaddaş qrupumuzdur. Yəni bunlar sizin üçün vacib, qaçılmaz bir hissədir. Ümumiyyətlə daxili yaddaş qruplarımız baxın 7 dənədir. Xarici yaddaş qruplarımız da birbaşa və ardıcıl olaraq ikiyə bölünür və burada qeyd etdiklərim hamısı xarici yaddaş qruplarımıza aiddir. Və gəlin bir-bir bunların nələrini verək, izahlarını verim. HDD və yaxud Winchester sərt maqnit diski, sərt disklər adlarını dedik. Enerjidən asılı deyil və informasiyanı uzun müddət yadda saxlamaq üçün, yəni onun bir vaxtı yoxdur ki, bu qədər vaxtda nə edəcək? İnformasiyanı yadda saxlayacaq. Yəni qeyri-müəyyən zaman ərzində nə edir? İnformasiyanı yadda saxlayır. FTD nədir? FTD də yenə də bizə xarici yaddaş qrupumuzdur. Həcmi 1,44-dür. Biz buna floppy disk və yaxud disketə deyə bilərik və yaxud elastik maqnit diskdir bizim FTD-miz və yaddaşı ən kiçik xarici yaddaş qrupumuzda yadınızda saxlayın. CD-lərin həcmi 650-700 megabayt aralığında dəyişir. DVD-lər artıq gigabaytlarla ölçülür. DVD-lər ümumiyyətlə CD-lərdə də versiyalar var, növləri var. CD-R yalnız bir dəfə yazmaqla heç vaxt düzəlişlər edə bilmirik, silə bilmirik. CD-R isə digər, yəni bunun əksi deməkdən. Sonra Blu-ray texnologiyası var. Burada 25 və 200 GB aralığında dəyişir. Flash kart qismində və yaxud IDS versiyası EEPROM-dur. Bu rahat daşına bilən, yəni biz bunları hər hansı bir mağazalardan nə edə bilərik, əldə edə bilərik. Ən sürətlisi başlıq olaraq 3.0, 3.1-dir. Maqnit nədir və yaxud streamer, kasetlər nəzərdə tutulur, yəni toy kasetləri və yaxud musiqi kasetləri falan. Bunlar streamerlərdir. Keyfiyyəti çox zəifdir. Amma bunun müsbət cəhəti virusun düşməməsidir. Yəni virus heç vaxt bu qrupuya düşmür. Qiyməti ucuzdur, yaddaşı böyükdür. Mənfi xüsusiyyətləri isə keyfiyyətin aşağı olmasıdır, tez qırılmasıdır, bir də sürətinin nə olmasıdır, zəif olmasıdır. Sonra SSD də yenə də xarici yaddaş qruplarımızdan biridir. Qiyməti baxıq olsa da HDD-dən 10 dəfə sürətli, yəni sürətli və yaddaşı böyük olan nədir? Xarici yaddaş qruplarımızdan biridir və artıq gigabayt və terabaytlarla ölçülür. Sonra periferiya qruplarımız, periferiya qruplarını keçməmişdən əvvəl driver haqqında ümumi məlumat verməliyəm sizə. Driver nədir? Driver bizdə xarici və yaxud periferiya qruplarını əməliyyat sistemində tanıdan bir proqramımızdır. Diqqətli olun. Driver bəzən qrupu kimi variantlarda düşür. Xeyr, driver bir proqramdır. Periferiya qruplarımız 3 hissəyə bölünür. Demək hansılardır? Giriş qruplarımız, çıxış qruplarımız. Giriş qruplarımıza baxın, bunlar aiddir. Yəni adlarını mütləq şəkildə bilməlisiniz və qısa olaraq da hərəsi haqqında nə etmişəm, məlumat vermişəm. Klaviatura informasiyanı kompüterə daxil etmək üçündür. Mouse informasiyanı kompüterə daxil edəndə növləri baxın, bəzən deyir ki, testlərdə də düşmüşdür, qəbullarda da düşən bir suallardandır ki, giriş qruplarınızı seçin. Onların içərisində, yəni variantların içərisində mouse yoxdur. Gətirib verir mouse-un növlərindən və yaxud koybət verir və yaxud təcbət sözü və yaxud trackball, yəni sözlərini verir. Deyir ki, yəni daxili qruplarınızı seçin. Siz bilməlisiniz ki, mouse daxil edirsə, onun növləri nədir? Daxilidir. Skaner nədir? Skaner adının da göründüyü kimi skan etmək. Yəni kompüterə daxil edən giriş qrupumuzdur. Skanerin iki növü var. Baxın, əl ilə işləyən, stol üstü. Əl ilə işləyən əsasən barkodlarda, mağazalarda, marketlərdə istifadə olunandır. Stol üstü isə evlərdə, ofislərdə istifadə olunandır. Ümumiyyətlə skaner təsvirləri PSX və TIFF formatında saxlayır. Skanerin aid etməsi və yaxud aktiv imkanları tipidir. Tipi bildiyimə düşən nöqtələrin sayı deməkdir. Skanerlərin var 3 dənə, yəni daha doğrusu stol üstü skanerlərin 3 növü var. Floppy kağız üzərində skanerin şüşəsinin üzərinə qoyulur, skan edərək məlumatı kompüterə göndərir. Sheet baxın, kağız burada taxma yolu ilə kompüterə göndərir və burada kitab oxuyulan kimi çizilmiş və saytlar skan edilib kompüterə göndərilə bilmir məlumat olaraq. Overheat skanerlərinin isə kağız üzərində olan, daha doğrusu kağızda sistemin lövhəsi başlayan şəkildə qoyulur. Sonra keçdik növbəti hissəmiz qrafik planşet. Bu əsasən demək qrafiklə məşğul olan şəxslər üçündür. Aid etməsi LPI-dir. LPI bildiyimə düşən xəttlərin sayıdır. Diqqətli olun. Mikrofon səsimizi təbii ki, kompüterə ötürəndir. TV-tuner kompüterdə televiziya verilişlərinə baxmaq üçün istifadə olunandır. Bir kamera görüntümüzü analog formadan kompüterə daxil etmək üçündür. Çıxış qruplarımıza keçək. Çıxış qruplarımız baxın bunlardır. Bunları bilsəz eləsiniz 3 fəaliyyətdir. Monitor, printer, proyektor, plotter və də akustik sistemlər, yəni buna kalınlıqlar da deyə bilərik. Monitor nədir? Monitor özündən nələri əks etdirə bilər? Cədvəl, mətin kimi informasiyaları əks etdirə bilər. Monitoru baxın, monitor şaqili üfüqi nöqtələr çoxluğu, yəni piksellərdən ibarətdir. Monitorun aidimizi PPI-dir. PPI bildiyimə düşən nələrdir? Piksellərin sayıdır. Ümumiyyətlə qəbula düşmüş sualı ki, monitorun diaqonalı nə ilə ölçülür? Baxın, monitorun diaqonalı düyünlə ölçülür. Ümumiyyətlə mənim burada yazdığım qeydlər hamısı qəbula düşmüş suallardandır. Yəni mən əlavə heç bir şey qeyd etməmişəm. Qurğunu yazıb qurğunun qısa olaraq nəyini vermişəm, izahını vermişəm. Ona görə də çalışın burada olan hissələri hamısını yaxşı öyrənəsiniz. Monitorun növləri 4 dənədir. Monitorun xarakteristikaları yenə də xarakteristikaları bilməlisiniz. Bunun üçün mənim bir qaydam var. 1D
3PM, demək 3M. Nə deməkdir bu? Baxın, diaqonal ölçüsü 1 deyə getdimi? Getdi, bəli. Pikselin qiyməti, pikselin sayı, pikselin əks olunma vaxtı 3P-lə getdimi? Bəli. M-də M-lərə gedək. Müdafiə dərəcəsi buna təzadlıqdır deyə bilərik. Matrisin tipi maksimal tezlik. Yəni 1D, 3P, 3M qaydası ilə siz nə edə bilərsiniz? Daha yaxşı yadda saxlaya bilərsiniz. Bir də seyrəklik qabiliyyətində biz piksellərin sayında nə edirik? Deyirik. Printer nədir? Printer təbii ki, adından göründüyü üçün çap etmək qurğumuzdur. Printerlər EBD və USB portu vasitəsilə əsasən kompüterlərimizə qoşulur. Aid etmə DPI-dir. DPI-də və ya skanerdə dedik ki, büyüdüyümə düşən nədir? Nöqtələrin sayıdır. Printerlərin işləmə prinsipinə görə 2 növ var. Zərfli, zərfsiz. Zərflilərə literli, matris layiqdir. Zərfsizlərə isə şırnaqlı, termiki və yaxud lazer və yaxud LED demək printerlərimiz aiddir. İndi baxın sizin üçün, yəni əlavə o qədər də sizə necə deyirlər, məlumat lazım deyil. Sizə əsas lazım olan literli printerin nə deyirik? Açıq sözlər nələrdir? Yəni testlərdə çarx, çəkic sözlərini görsəz bu biləcəksiniz literli printerdən söhbət gedir. Matrisli printer dot matrixdə deyilir. İynə qəlib sözlərini görsəz, şırnaqlıda mürəkkəb, sürtmə dəli sözlərini görsəz və digərlərini, yəni necə deyirlər, açıq sözləri əzbərləməklə siz testlərdə nə edəcəksiniz, tapacaqsınız və sağ hissələrə uyğun olaraq, yəni bu literlidir, bu demək matrislidir, şırnaqlıdır, termiklidir, bu isə lazerli printerlərin şəkillərini də əlavə etmişəm ki, vizual olaraq daha yaxşı yadınızda qalsın. Printerlərin əsas xarakteristikaları var. Yenə də əməliyyat prinsipi, rəng imkanları, işləmə qabiliyyəti, yəni i-ləri bir deyə bilərsiniz. Çap keyfiyyəti, çap sürəti, qiyməti, qrafik imkanlarının olub olmaması. Onsuz bunları mən necə deyirlər, ardıcıl olaraq yazmışam, C-ləri bir, D-ləri bir yazmışam ki, daha yaxşı nə edəsiniz, yadınızda saxlayasınız. Blotter nədir? Blotterli printerin fərqi ondadır ki, printer kiçik təsvirləri çap etmək üçündür. Blotter isə böyük, yəni mürəkkəb təsvir, titrioş, reklam, afşa, xəritələr kimi, xəritə məlumatlarını kimi çap etmək üçün yenə də DPI-dir, aid etməmiz, akustik sistemlər, yəni kolonkalar, bunlar isə səs informasiyalarını dinləmək üçün istifadə olunandır. Şəkil budur. Bu isə bizdə proyektordur. Proyektorda nədir? Təbii ki, müstəvi üzərində əks etdirən bir qurğumuzdur. İndi keçək sonuncu hissəmiz giriş-çıxış qurğularımıza. Dedik axı, periferiya qurğularımız 3 hissədir. Giriş qurğularımızı öyrəndik, çıxış qurğularımızı öyrəndik, bir də giriş-çıxış qurğularımızı öyrənəcəyik və bununla da texniki təminat mövzumuzu bitirəcəyik. Baxın, yenə də giriş-çıxış qurğuları başlığını yazıb, giriş-çıxış qurğularımıza nələr daxildir, hamısını qeyd etmişəm. Bu qurğuların adlarını mütləq şəkildə bilməlisiniz. Modem nədir? Modem kompüterin telefonu və yaxud hər hansı bir qurğunun internetə qoşulmasını təmin edən bir qurğumuzdur və telefon xətti vasitəsilə qoşulandır. Modülyasiya və demodülyasiya sözlərini götürüb çevirici qurğumuzdur və beynəlxalq ölçü vahidi portdur. Buraxılış qabiliyyəti BPS-dir və düsturumuz da budur. Kombayn nədir? Bu da həm printer, həm də skaner kimi, yəni printer kimi çap etməni, skaner kimi skan etməni, yəni kompüterə daxil etməni nə edir? İcra edən bir qurğumuzdur. Yəni giriş-çıxış qurğumuzdur. Sensor monitor toxunmaq vasitəsilə informasiyanı daxil edirik. Elə bizim gündəlik istifadə etdiyimiz telefonlar, planşetlərimiz, hətta notebooklarımız da var ki, biz onları toxunuş vasitəsilə işimizi həll edə bilərik. Sonuncu faks modelində informasiyanı həm qəbul edən, həm də ki, xaric edəndir. Multimedia nədir? Multimedia özündə həm mətni, səsi, şəkli, görüntüləri emal edən bir qurğumuzdur. Videokart nədir? Videokart çevirici qurğumuzdur. Videokart görüntünü monitora, proyektora, televizora ötürən bir qurğumuzdur. Sonra keçdik səs kartı. Səs kartı adından da göründüyü kimi səsin müxtəlif qurğuları ötürəndə yenə də səs kartı videokart kimi çeviricidir. Şəbəkə kartı da çevirici qurğumuzdur. Şəbəkə kartı şəbəkənin kompüterə giriş çıxışını təmin edən nəyimizdir? Qurğumuzdur.